Pensiya ilə bağlı mühüm xəbər: yığılan pulu necə ala bilərik? Son məlumatlara görə Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlində fəaliyyətə başlayacağı gözlənilir. Hazırda isə pensiya kapitalının istifadə yaşı əsas müzakirə mövzusudur. İqtisadçı Xalid Kərimli deyir ki, özəl pensiya fondlarından bir qədər yumşalma olmalıdır. Onsuz da icbari pensiya sistemi sərtdir. Orada yaş müddətini 74 götürsək, vətəndaşlar cəmi 9 il ortalama pensiya almaq hüququna malikdirlər. İqtisadçı bildirir ki, hazırda pensiya yaşı Avropa ilə eyniləşdirilsə də Azərbaycanda gözlənilən ömür müddəti onlarla müqayisədə 8-9 il azdır. Bu əlbəttə texniki səhv deyil, lakin özəl pensiya fondlarında yaş həddi daha erkən olmalıdır. Fikrimcə özəl pensiya fonduna giriş hüququ üçün 55 yaş kifayət qədər yaxşıdır. Ən azından vətəndaş yığdığı pullardan ortalama 20 il istifadə edə bilsin. Həm də nəzərə almalıyıq ki, özəl pensiya fonduna vəsaiti özümüz toplayırıq. Hər ölkə pensiya siyasətini özünə uyğun dizayn eləyir, yəni vahid bir qaydası yoxdur deyə iqtisadçı qeyd edib.